Salam, hər vaxtınız xeyir olsun əziz şagirdlərimiz. 6-cı siniflər üçün hazırlanmış sınaq toplusundan monitoring 5 riyaziyyat suallarının izahlarına baxırıq. Deməli, bizə verilən suallarda ilk sual deyir ki, AB çoxluqları verilib, təklif hansı doğrudur? Biz baxırıq ki, B-nin elementləri A-da olduğuna görə B A-nın ad çoxluğudur. 52-ci sualda A və B-ni verib, birləşməsində neçə element olar deyir. Biz A-nın elementlərini qeyd edək. B-də olub A-da olanları çıxırıq. Yerdə qalanlar yazılır ki, ümumi say 5 olur. AB bərabər olarsa boş xanaya uyğun elementi seçin. Bir digərində var, 18 var, 3 var, 5 var. Boş xanaya 9 yazılmalıdır. Landau sözün yazışına istifadə olunan hərflər çoxluğunda neçə element var? Eyni olan hərfləri çıxırıq, digərlərin sayına baxırıq, cavab 5 olur. AB elementləri deməli çoxluqları verilib dairə şəklində. Deyir B-A-nın ad çoxluğu olan hansıdır? O da tərkibində olmalıdır. Cavab D variantı olur. 45-in bölənləri hansı bənddə doğru verilib? Birincidə 7 var, olmaz. İkincidə 30 var, olmaz. Üçüncüdə 2 var, olmaz. Cavabımız C variantı. 57 20-dən kiçik 2-yə bölünən A-da, 20-dən kiçik 3-ə bölünənlər B-də göstərilib. Kəsişməsini istəyirsə, deməli həm 2-yə, həm 3-yə bölünənlərdir. Bu da 6-ya bölünənləri verir. Cavab B variantı. 58-də deyir, hansı bənd doğru göstərilmişdir. B-A fərqi olacaq. Cavabımız C variantı. AB fərqini tapın deyir. A-da olsun, B-də olmasın. 1, 5, 7 A variantı. Çoxluqları verilib, kəsişməsi lazımdır. A B-də yoxdur, B B-də yoxdur, C B-də yoxdur, F B-də yoxdur. Ona görə bunların kəsişməsi yoxdur. Boş çoxluq. Diaqrama əsasən AB çoxluğunun elementlərinin sayına baxın. Burada birləşmə, kəsişmə yaxud da fərqi göstərilə bilərdi. Əgər birləşmə desəydi bütün elementlər, kəsişmə desəydi mərkəzdəki 7 ilə 9, AB fərqi desəydi 1, 3, 2, 5, BA fərqi desəydi 8-i götürməliydik. Hansı ifadə iştiqlənmiş hissəni göstərir? Hər üçündə olan elementlər olmalıdır. Cavab B variantı verir. Deməli, A çoxluğu sadələr, B çoxluğu tək ədədlərdir. Kəsişməsini soruşursa, bizə həm sadə, həm tək ədəd olmalıdır. A-da 21 mürəkkəbdir. C-də 9 mürəkkəbdir, D-də 9 mürəkkəbdir. Cavabımız B variantı. Aşağıdakılardan hansı doğru deyil? Diqqət edək, A ilə A-nın kəsişməsi A-nı verir. Doğrudur. Sonra A ilə B-nin fərqi B ilə A-nın fərqinə müəyyən hallarda bərabər ola bilər. Bunu sual işarəsi ilə saxlayaq. Sonra A ilə boş çoxluğun kəsişməsi bizə boş çoxluğu verir. Demək ki, doğru olmayan elə C variantdır. Müəyyən hallarda bərabər deyil deyirik, amma istisnalar daxilində bərabər ola da bilər. Boş çoxluqla boş çoxluğun kəsişməsi boş çoxluqdur, bu da doğrudur. 65-ə baxırıq. AB fərqi çoxluğunun neçə elementi var? A-da olsun, B-də olmasın. Deməli, 10 götürürük. Digərində yoxdur. 8 digərində yoxdur. 6 digərində var, götürmürük. 4 digərində yoxdur. 3 dənə element. Deməli, baxırıq. A, B, C, D-ni verib, hansı bənddə doğru seçim var, onu yazmalıyıq. 6 B-də var, B-nin elementləri. C-də var, C-nin elementləri. D-də var, ona görə A, B, C, D ad çoxluğu olur. A variantı. A 24 edən bölənləri, B isə 18-in bölənləri çoxluğu olarsa, kəsişməsindəki elementi tapmalıyıq. Deməli, elə elementlər götürməliyik ki, hər ikisinin bölənləri olsun. 8 24-ün böləni, amma 18-in böləni deyil. 12 24-ün böləni, 18-in böləni deyil. Boş çoxluqda deyil. Doğru cavabımız A variantı olur. Keçirik növbəti suala. Aşağıdakılardan hansı şəkildəki rəylənmiş hissəni doğru göstərir? A, B fərqi olacaq. C variantı. Landau Nəşriyyat evinin Azərbaycan dili riyaziyyat kitabları əldə edən 6-cı sinif şagirdləri sayı diaqramda verilib. Sinifdə 30 şagird var. Hər iki kitabı əldə edən neçə şagird var? 30-dan 3 ilə 8-i çıxırıq. 8, 22, cavabımız 22 olur. Bir sinifdə 18 şagird riyaziyyat, 12 şagird informatika fənnini öyrənir, 7 isə həm riyaziyyat, həm informatika öyrənir. Ümumi neçə şagird var? 18 ilə 12-ni toplayıb 7-ni çıxırıq. 30, 30-dan 7 çıxanda 23 A variantı. Texnologiya sərgisində iştirak edən 3D printer və dron stendləri ziyarət etdilər. 35 şagird 3D, 27 dron stendini gördü. 15 isə hər ikisinə baxdı. Yalnız bir stendi görənlərin sayı lazımdır. Deməli, ortada 15 yazırıq. 35-dən 15 çıxanda 20. 27-dən 15 çıxanda 12.
Yalnız bir stendi görən dediyinə görə 20 ilə 12-ni toplayırıq. Cavabımız 32. A çoxluğu 1-dən 20-yə qədər olan cüt, A-da 1-dən 20-yə qədər cüt, B-də 1-dən 20-yə qədər 3-ə bölünən ədədlər olsun. Kəsişməsini istəyirsə, yenə də 2-yə və 3-ə bölünən ədədlərdir. Bu da 6, 12, 18 olur. Neçə element deyirsə, cavabımız 3 elementdir. Bir məktəbdə 30 şahid futbol, 22 şahid şahmat dərnəyinə yazılıb, 10 şahid isə hər iki dərnəyə gedir. Diqqət edək. 10, 20 və 12. Deyir ki, hər iki dərnəyə yazılanların sayını nəzərə alaraq, yəni mərkəzdəki nəzərə alaraq, məktəbdə ən azı bu dərnəklərdən birinə qatılan neçə şagird var? Ən azı birinə qatılan şagirdlər deyirsə, o zaman ümumi sayını götürürük. 20, 10, 12. Cavab edəcək 42. C, A, B, C, D, E-dir, D, C, D, F, G-dir birləşməsini soruşur. Eyni olanları bir dəfə yazırıq. Deməli, A, B, C, D və E. Bu C-nin. İndi əlavə edək. C burada var deyə götürmürük. D var deyə götürmürük. F götürəcəm. Bir də G-ni götürəcəm. Neçə element deyirsə, deməli 1, 2, 3, 4, 5, 6, 7 element var. Birdən 30-a qədər olan ədədlərdən 5-ə bölünənlər A, 2-yə bölünənlər B-ni təşkil edir. Kəsişməsini deyirsə, həm 2-yə, həm 5-ə bölünməlidir. Bu da sonu 0-la bitən ədədlərdir. 1-dən 30-a qədər sonu 0-la bitən ədədlər 10 və 20-dir. Neçə element var deyirsə, 2 element var.